Biri var idi, biri yok idi. Bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, daha da dünyada ondan yaxşısı yox idi. Anası ona həddən artıq sevir, nənəsi isə anasından da artıq istəyirdi. Nəvəsinin anadan olduğu gün nənəsi ona bir qırmızı papaq bağışlamışdı. O vaxtdan bəri qız hara getsəydi, özünün təzə, yaraşıqlı qırmızı papağını başına qoyub gedərdi. Qonşular da onun barəsində beləcə deyərdilər: "Bax, qırmızı papaq gəlir." Bir dəfə anası qutab bişirdi və qızına dedi: "Qırmızı papaq, get nənənin yanına, bu qutabları və bir küpə yağı ona apar. Özü də gör necədir, sağ-salamattırmı?" Qırmızı papaq yığışıb o biri kəndə nənəsinin yanına getdi. Qız meşə ilə gedirdi, birdən qabağına bir qoruca boz qurd çıxdı. Qurd istədi qırmızı papağı yesin, ancaq cəsarət eləmədi. Çünki yaxınlıqda odun doğrayanların baltasının tapıltısı gəlirdi. Qurd dodaqlarını yalayıb qızdan soruşdu: "Hara gedirsən ay qırmızı papaq?" Ancaq qırmızı papaq meşənin ortasında dayanıb qurdlarla danışmağın necə qorxulu olduğunu hələ bilmirdi. O, qurdla salamlaşıb dedi: "Nənəmin yanına gedirəm. Bu qutabları və bir küpə yağı da ona aparıram. Nənən uzaqda mı olur?" deyə qurd ondan soruşdu. "Çox uzaqda olur." Qırmızı papaq cavab verdi. "Odur bax, o kənddə dəyirmanın dalında, qıraqdakı birinci evdə." Qurd dedi: "Yaxşı, elə mən də sənin nənənə baş çəkmək istəyirəm. Mən bu yolla gedim, sən də bax, o biri yolla get. Görək hansımız tez qayıdıb çatacağıq." Qurd bunu deyib, bütün qüvvəsini toplayaraq ən yaxın yolla qaçdı. Qırmızı papaq isə ən uzaq yolla getdi. O arxayın gedir, orada burada dayanıb çiçək yığır və dəstə bağlayırdı. O hələ dəyirmana çatmamışdı. Qurd gəlib nənənin evinə çatdı və qapını döydü. Tık tık. Nənə dedi: "Kimsən?" "Mənəm, nəvən qırmızı papağam" deyə qurd incə səslə cavab verdi. "Sənə qonaq gəlmişəm. Qutab və bir küpə yağ gətirmişəm." Nənə bu zaman xəstə idi. Yorğan döşəkdə yatırdı. Elə bildi ki, gələn doğrudan da qırmızı papaqdır. Odur ki, qışqırıb dedi: "Bala, ipi tut, dart, qapı açılar." Qurd ipi tutub dartdı, qapı açıldı. Qurd nənənin üstünə atılıb, elə o saatca onu uddu. Qurd çox ac idi, çünki 3 gün idi heç nə yemirdi. Sonra qurd qapını bağlayıb nənənin yerində uzandı və qırmızı papağın gəlməsini gözlədi. Çox keçmədi ki, qırmızı papaq gəlib qapını döydü. Tık tık. "Kimsən?" deyə qurd soruşdu. Qurdun səsi kobud və xırtıltılı idi. Qırmızı papaq əvvəlcə qorxdu. Sonra fikirləşdi ki, yəqin nənəsinə soyuq dəyib, səsi tutulub. Ona görə də belə danışır. Qırmızı papaq dedi: "Mənəm, nəvənəm, sənə qutab və bir küpə yağ gətirmişəm." Qurd öskürüb biraz incə səslə dedi: "Bala, ipi tut, dart, qapı açılar." Qırmızı papaq ipi dartan kimi qapı açıldı. Qız evə girdi. Qurd yorğanı başına çəkib dedi: "Qızım, qutabları qoy stolun üstünə, küpanı qoy yerə, özün də gəl yanıma uzan. Yəqin yol gəlib yorulmuşsan." Qırmızı papaq qurddan yanında uzanıb qurddan soruşdu: "Nənə, əllərin niyə belə böyükdür? Sən yaxşı qucaqlamaq üçün mənim balam." "Nənə, qulaqların niyə belə böyükdür? Yaxşı eşitmək üçün mənim balam." "Nənə, gözlərin niyə belə böyükdür? Yaxşı görə bilmək üçün mənim balam." "Nənə, bəs dişlərin niyə belə iridir? Belə səni tez yemək üçün mənim balam." Qırmızı papaq nəfəsini çəkməyə macal tapmamış, kinli qurd qızın üstünə atıldı. Ayaqqabıları və qırmızı papağı ilə birlikdə onu utdu. Ancaq xoşbəxtlikdən elə bu zaman odun doğrayanlar çiyinlərində baltaları ilə evin yanından keçirdilər. Onlar səs-küyü eşitdilər, tez yürüyüb evə girdilər və qurdu öldürdülər. Sonra da qurdun qarnını yarıb qırmızı papağı onun dalınca da nənəni sağ-salamat çıxartdılar və beləliklə nağlımız çox gözəl bitdi.
idi. Bunu başa düşmək lazımdır ki, əziz uşaqlar, tanımadığımız heç kəslə kənarda, yolda danışmaq olmaz və valideynlərdən də başqa heç kimə inanmaq olmaz.